Həyatda ödənilməsi mümkün olmayan borclar vardır. Nə etsək də bizlər sizin üçün uca məqamınızın yanında heçdir. Bugün 30 illik həsrətə son qoyub, vətən borcunu layiqincə yerinə yetirən, ürəyi zəfərlə döyünüb, zəfərlə də şəhid olan igidin cənnət yuvasıdır hüzuruna getdiyim. Ağırdır o yurda ayaq basmaq, həm də şərəflidir. Elə getməklər var ki, dönməsi mümkünsüz olur. Ancaq onlar yalnız cismani gedirlər. Hər kəsə nəsib olmur, ruhən qəlbdə yaşayıb, canımız qədər bizə yaxın olmaq. Deyirlər bayraq qeyrətdir, hər anaya da nəsib olmur, oğlunu bayrağa sarıb, uca məqama göndərmək. Sən necə qürurlusan ana, sən niyə dua edirsən? Axı balan sənə arxada ayaqdır cənnətdə. Axı şəhidlər ölməyib, yaşayır, ürəklərdə yuva salıb, haqqın dərgahına ucalıb, Allahın razılığın alandır onlar. Dumanlı dağlarda, əbədi zirvələrə ucalıb, müqəddəs ocaq Qurandır onlar. Bilirəm ana, bugün sənin üçün çətin keçəcək. Həm qürur, həm darıxmaq hissi qəlbindən ötəcək. Ağlayan gözündən yaşın siləcək, şəhid oğlunun şanı sənin. Sən şəhid anasısan, sən mərd qadınsan, sən əyilməyib, düşməni qarşında diz çöktürənsən. Böyütdün uşaqlıqdan igid qəhrəman, bu qədər səxavətli olarmı insan? Yeməyib, içirdib halal neməti, bəslədin vətən üçün sən naz neməti. O vətən dərdinə dərman olan igiddir. 1000 dəfə ölməkdənsə bir dəfə ölək deyibdir. Allahın razılığını almış, buna haqq da şahiddir. Bugün nuru bürüyübdür aləmi. Torpağın sevən kəslər dana bilərmi səni? Sən haqqın da özüsən, zəfərin müjdəsisən. Sən ucalardan uca, məzlumların səsisən. Yavduğunda, onun son danışığı, dünyaya baxışı, gözlərinin işığı. 24 oktyabrda o vuruldu, elə bir 4 gündə ki, o qan itirdi. Mən də bir ana kimi sevinirəm ki, mənim də balamın o torpaqlarda payı var. Yox, mən dedim ki, kəş mənim oğlumun da gözləri açıq olardı. O zəfər öz gözləri ilə görərdi balam. Çünki orada zəhmət olub, o torpaqlarda balamın. Zəfərin mübarək şəhid, zəfərin mübarək ana, zəfərin mübarək Azərbaycan.